Salam, hər birinizi salamlayıram. Yenə də mən coğrafiya müəllimi Elnur müəllim. Bu gün də növbəti bir qəbul tipli sual nümunəsi ilə tanış olacağıq. Sualda bizə bildirilir ki, qütb ulduzu müşahidə olunduğu ərazilər. Hər birimiz bilirik ki, qütb ulduzu 90 dərəcə deməli şimal qütbü üzərində yerləşir və bizim yerləşdiyimiz məntəqədən asılı olaraq elə qütb ulduzu həmin enlik deyək ki, deməli enliyin dərəcə qiyməti qədər bucaq altında görünür. Yəni necə? Şimal qütbündə, yəni 0 dərəcə ekvatordan 90 dərəcə şimal qütbünə qədər yerləşdiyimiz paralelin qiymətinə uyğun olaraq bu qütb ulduzunun görünmə bucağı dəyişir. Yəni biz 10 dərəcə şimal paralelində yerləşiriksə, deməli qütb ulduzu 10 dərəcə paralel altında, 10 dərəcə bucaq altında görünəcəkdir. Ölkəmizin yerləşdiyi paralel 40 dərəcə şimal paralel olduğu üçün ölkəmiz ərazisində qütb ulduzu 40 dərəcə buzaq altında görünür. Cənubi yarımkürəsində isə qütb ulduzu görünmür. Beləliklə bu sualı həll etmək üçün şimal yarımkürəsində yerləşən coğrafi obyektləri seçmək bizdən tələb olunur. Birinci coğrafi obyektimizdə Madaqaskar adasını görürük. Bildiyimiz kimi Afrika sahillərində, yəni Afrikanın cənub-şərq sahillərində yerləşən Madaqaskar adası cənub yarımkürəsində yerləşdiyi üçün qütb ulduzusunun görünməsindən söz gedə bilməz. Daha sonra Xəzəryanı ovalıq şimal yarımkürəsində yerləşdiyi üçün bu yerləşməsi səbəbilə, yəni qütb ulduzusunun görünməsi müşahidə olunacaqdır. Növbəti nümunədə bizə Siciliya adası verilib ki, Siciliya adası da Aralıq dənizində yerləşdiyi üçün şimal yarımkürəsinə düşür və burada da qütb ulduzu müşahidə olunacaqdır. Növbəti coğrafi obyektimiz Böyük Su Ayrıcı dağlarıdır ki, Avstraliyanın şərqində yerləşən bu dağ silsiləsi cənub yarımkürəsində yerləşdiyi üçün qütb ulduzu görünməyəcəkdir. Növbəti coğrafi obyektimizdə Orinoco ovalığı verilmişdir. Orinoco ovalığı Venüs yerləri arasında daha dəqiq desək, Cənubi Amerika materikində və ya Amerika qitəsində yerləşir. Ekvatordan şimalda yerləşdiyi üçün qütb ulduzunun deməli müşahidə olunması halı olacaqdır. Laplato balığı ekvatordan cənubda yerləşdiyi üçün qütb ulduzu müşahidə edilməyəcəkdir. Və beləliklə sualımızın doğru cavabı olacaqdır. 2, 3 və 5. Xəzəryanı balıq, Siciliya adası, Orinoco balığı.